Azərbaycanlı iş adamı yenidən gündəmdə. Qod Nisanov. Elə Azərbaycanda doğrudan da ən çox onun adı hallanır. İş adamı kimi, xeyriyyətçi kimi. Rusiyada yaşayan Azərbaycanlı iş adamı Qod Nisanov Sankt-Peterburqun mədəni irsinin qorunması və bərpa sahəsindəki xidmətlərinə görə yüksək ada layiq görülüb. Təbii ki, istinad edirəm Müsavat.com-a. Müsavat.com xəbər verir ki, o Sankt-Peterburqun fəxri xeyriyyətçisi adına layiq görülüb. Mükafatlandırma mərasimi aprelin 15-də baş tutub. Şəhərin Qanunvericilik Məclisinin sədri Aleksandr Belski mükafatı şəxsən Qod Nisanova özü təqdim edib. Qeyd edim ki, iş adamının bu ada layiq görülməsinə səbəb onun şəhər üçün mühüm əhəmiyyət kəsb edən layihələrdəki fəaliyyətidir. Nisanov xüsusilə Kronştat Dəniz Katedralının bərpası, Sankt-Peterburq Dövlət Dəniz Texniki Universitetinin kompleksinin inşası, habelə çoxsaylı tarixi binaların restavrasiya edilməsi prosesində yaxın iştirak etməsidir. Can sağlığı arzulayırıq sizə. Qod Nisanov.